Əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün sizinlə növbəti 10 şəkilli mətnin ilk dərsindəyik. Yenə də qarşımızda yeni bir şəklimiz və 3 fərqli təsvirimiz var. Bu şəkillərə baxırıq və ondan balaca bir mətn ortaya çıxardırıq. Gəlin mətnimizi oxuyaq. Lili və anası atası üçün ad günü hədiyyəsi hazırlamaq istədilər. Ata ona rəsm dəstəsi almışdı. Lili atasının şəklini çəkmək qərarına gəldi. O çox çalışdı. Nəhayət rəsmi bitirdi. Anası onu divara asdı. Ata görüncə çox sevindi. Lili xoşbəxt oldu. Balaca bir mətndir. Qurmaq çətin olmayacaq. Xüsusilə də bunun əvvəlki lüğətləri öyrənən və qrammatik strukturlara fikir verən uşaqlar bunu ümumiyyətlə asanlıqla qura bilər. Başlayaq. Lili və anası. Mübtədamız atası üçün ad günü hədiyyəsi hazırlamaq istədilər. Baxın, kim istədi? Lili və onun anası. Lili and və onun anası, Lilinin anası. Her mother. Əvəzliyi verəcəyik aslı formada. Mother da isimdir. Aslı formadan sonra isim gəlməlidir. Lili and her mother wanted, istədilər. Cümlə keçmiş zamanda verdik. Feilin sonuna id artırdıq. Çünki qaydalı feildir. Nə istədilər uşaqlar? Hədiyyə hazırlamaq istədilər. To make, hazırlamaq, qurmaq. Nəyi hazırlamaq? Hədiyyəni. To make a birthday gift. To make, hazırlamaq istədilər. Nəyi? Birthday gift. Doğum günü hədiyyəsini. Kimi üçün hazırlamaq istədilər? Onun atası üçün. For her father. For üçün, her father, onun atası üçün. Atası ona rəsm dəstəsi hədiyyə etmişdi. Deməli, bu proses əvvəl baş vermişdi. Atası ona vermişdi, hədiyyə etmişdi. Bu hal-hazırdakı prosesdən əvvəl baş verdiyinə görə biz bu cümləni bitmiş zamanda verəcəyik. Her father, onun atası, had given, vermişdi. Her, ona, a painting set. Painting set. Rəsm dəstəsi deməkdir, rəngləmə dəstəsi. Lili atasının şəklini çəkmək qərarına gəldi. Mübtəda və xəbərlərə fikir veririk. Bu Azərbaycan dili deyil deyə mübtədanın yanında xəbər gəlməlidir ingilis dilində. Lili decided. Kim Lili? Nə etdi? Qərar verdi. Lili decided to draw, çəkmək. Qərara gəldi çəkmək. Nəyi çəkmək qərarına gəldi? Atasının şəklini. His picture. Onun şəklini, atasının şəklini. O çox çalışdı. O, qadın cinsi. She worked. Çalışdı, işlədi. Very hard. Və ya a lot verə bilərsiniz. Fərqi yoxdur, seçim sizindir. Nəhayət rəsmi bitirdi. Finally. Finally deməyəcəyik. Finally. Rəsmi bitirdi. O bitirib, doğrudur. Qadın cinsindən söhbət gedir. Söhbət Lilidən gedir. She, bitirmək. Finished the drawing. Rəsm, drawing. Anası rəsmi divara asdı. Onun anası. Her mother. Asmaq, qoymaq mənasını ifadə edir. Put the drawing on the wall. Put verə bilərsiniz burada asanlıqla. Yəni mütləq oturub asmaq, hold feili və digərlərini tapmaqdansa birbaşa put qoya bilərsiniz. Put the drawing on the wall. Drawing yəni rəsm əsərini, on the wall yəni divara. Burada asmaq mənasını ifadə edir. Atası rəsmi görəndə çox sevindi. Her father was very happy. Onun atası was very happy, çox sevincli idi. Nə vaxt sevincli idi uşaqlar? Nə vaxt ki, when he saw it, o onu gördü. When olan cümlələr tərcümə olunarkən anda, əndə kimi deyəcəyik. Baxın, when he saw it. Yəni, onun atası, yəni o onu görəndə çox xoşbəxt oldu. Lili özünü qürurlu hiss etdi. Yəni, Lili özünə fəxr etdi. Lili felt proud. Proud, fəxr, qürur deməkdir. Ofla istifadə olunur. Sadəcə burada boş verməliyik. Lili felt proud. Aşağıda isimlər verilib, hətta ada qədər yazılıb sizin üçün feillər, zərflər verilib. Mətndən öyrənib, bilmədiyiniz sözləri yazıb öyrənə bilərsiniz. Aşağıda isə nisbətən 2 yazılan hissədən nisbətən daha çətin versiyası verilib. Hansı ki, bu hissəni artıq bilənlər, amma yeni bir şeyləri axtaran uşaqlar üçündür. Yəni, bu mətni əgər bir uşaq işləyirsə, yəni ikinci mətni onun üçün çətin olmaz deyə izahlarını vermirəm adətən ikinci mətnlərin. Aşağıda bu dəfə tərcümələrini də vermişəm ki, hansı hissədə qaranlıq qalan nüanslar olsa oradan baxa bilərsiniz. Sizə uğurlar diləyirəm. Allah amanında.